Legal sözünün leksik mənası nədir? Legal sözü Latın mənşəli sözdür. Mənası da qanuni mənadadır. Bəli, qanuni deməkdir. Mənsəb sözünün mənası? Mənsəb çayın göllərə, dənizlərə axdığı yerə mənsəb deyilir. Əla. Lakonik sözünün leksik mənası? Lakonik sözü qısa, yığcam söz deməkdir. Bəli, qısa yığcam. Orijinal sözün leksik mənası? Orijinal sözü yəni əsli olan, sürəti olmayan. Bəli, əla. Əngin sözünün leksik mənası? Əngin, yəni əngin sama, yəni ucu bucağı görünməyən sama. Bəli, geniş, açıq, ucu bucağı olmayan. Biganə sözünün leksik mənası? Biganə qalmaq, yəni biganə qalmaq. Biganə sözünün özünün leksik mənası istəyirəm. Biganə qalmaqla bilən var burada? Səma, cavab ver. Biganə yad, tanış olmayan. Aha, yad, tanış olmayan. Personaj sözünün leksik mənası? Personaj bədii əsərdə iştirak etmiş şəxs. Əla. Mif sözünün leksik mənası? Mif. Onu bilmirəm. Rica edirəm. Mif fantastik gerçək olmayan. Bəli. Prototip sözünün leksik mənası? Prototip Bəli. özünü göstərən mənasında. Yox. Səmiyə ötür. O sözün mənası odur ki, əsərdə qəhrəman obrazını canlandırmaq üçün Real bir şəxs. Yəni əsərdə canlandıran obraz real şəxsdir. Müəyyən bir obrazın simasına bədii şəkil verməklə real şəxs. Müxalif, zid, zəqələm. Müxalif, zid, tanış olmayan. Yox, müxalif, zid, əks, qarşı. Hərif sözün leksik mənası? Mən gözə tanış gəlməyən, yəni tanımırsan, o da hərf kimi. Bəli, əla. Qəziyyə sözün leksik mənası? Qəziyyə söz mənası özünü özünü göstərən mənasında. Yəni. Yox. Əhvalat, hadisə, vaqiə, təəssürat, bunlar qəziyyədir. Bəli. Təşəxxüs sözün leksik mənası? Təşəxxüs. Bəli. Zəqələm. Lovğalıq, təkəbbür mənasında. Bəli.